Tamam, hoş gördük aziz tamaşaçılar, sizi salamlayıram. Ramal, teşekkür ederim sana. Dünenleri ben çok güzel vallahi size bir şey diyeceğim. 16 yaşımdan o kadar yük daşıyıram ki həmişə sürprizləri də özüm eləmişəm. Vallahi yani bu ne kadar acı olsa da həmişə sürprizləri də özüm eləmişəm. Dünən Ramal, Nigar, Ayten, onlar mənə o kadar güzel bir an yaşattılar ki, mən ilk dəfə bu illər ərzində heç nədən xəbərsiz bir doğum günü gördüm. Minnətdaram size. Allah onlardan razı olsun, sizi sevindirirler. Teşekkür ederim. Bir daha biz tebrik edirik Xoşqanam xanım. Siz en güzellerine layıksınız. Minnətdaram. İnşallah biz sizin 100 yaşınızı sürpriz eləyək. 100 İmkan elə sən axtarımda 100 yaş keçirmək istəmirəm. Sən axtarımda keçirmək ama en yaxşı yerlərdə inşallah. Ama mən sizə həqiqətən təşəkkür ederim. Yəqin ki, mənim ata-anamın da ruhu şad oldu. Çünki mənim atam həmişə mənim gülməyimi istəyibdi. Həmişə həmişə deyirdi ki, ölümünün son günlərində də dediyi söz, anamın ölüm xəbərini burada, ölümündən sonra ağladığım o anları mənə küsmüşdü məndən ki, sən ağlamamalısın, sən həmişə gülməlisən, çünki sən ata-anana əsl övlad olmuşsan. Sağlığında insanlara dəyər verin, sağlığında insanlara qiymət verin, sağlığında valideynlərinizi başınızın tacı eləyin. Sağlığında onları ürəyinizin içində saxlayın. Öldükdən sonra ağlamaq, daşlar 2 mərtəbəli daş nə bilim yaradırsınız. Orada qəbr üstü götürürsünüz, nə bilim ehsanlar verirsiniz stolun üstündə, bana nə bilim nə. Onları sağkən eləyin. O stol ki düzürsünüz ha. Yas mərasimlərində bəziləri ata-anasının üzünü görməyib, sonra da qonum-qonşuya göstərsin ki, filan kəsin oğlu gördüzü atasına necə yas verdi. O yas lazım deyil. Bütün insanlara, nəinki valideynləriniz, insanlara sağlığında qiymət verin. Yaxşılara sağlığında yaxşı deyin, pislərə də elə həyatdaykən pissən sən deyin. Yəni bunların hamısını yaşayarkən demək lazımdır. Ona görə mən dünən əmin oldum bir daha və mənə gözəl bir an yaşatdınız. Sizə təşəkkür edirəm, minnətdaram və xoş gördük əziz tamaşaçılar. Ay Ayşət, niyə durdun ayağa? Mən sizə bir söz demək istəyirəm. Mənə bir söz demək. Bəli. Xoşqanam xanım, Ailənin studiyadan çıxmağını xahiş edirəm. Kimin? Ailənin. İndi başa düşmədim. Sən mənə sifariş verirsən. Xeyr, xahiş edirəm. Ailəni niyə çıxarım? O da sənin kimi problemi ilə. Mən onun haqqında sirlər bilirəm. Necə? Mən onun haqqında sirlər bilirəm. Ailənin çıxmağını haqqında istəyirəm. Ailənin haqqında nə sir bilir ki? Bir dənə mikrofon buradadır. Götür. Başa düşmədim. Mən ailəni çıxartmalıyam sənə görə. Xahiş edirəm. Baxın, Xoşqanam xanım, mən axşamınız xeyir olsun. Bax, mən deyəcəklər ki, bu Hüseyin deyən ailə. Ayşət mənə elə qələmə verib ki, mən hər cür oyunları çıxardıram mən. Elə halbuki eləmirəm. Xeyr, mən sənə elə qələmə verməmişəm. Bu da problemi ilə bağlı gəlib də. Mən sənin bütün günü canlı açmamışam. Sən bizimlə nə iş var? Bir də canlı açır. Sən onun canlısında nə gəzirsən ki? Mən onun canlısında gəzmirəm. Otur evində, uşağınla bağlı, uşağınla bağlı. O sənin canlında gəzir, mən onun canlısında gəzmirəm. O sənin canlına yazır, mən onun probleminə canlısına görə gəlib yazmıram. o adam. Probleminə görə gəl və öz problemləri ilə məşğul olardı. Bu ona, o buna, bu ona, o buna. Nə danışır? Problemləri ilə özü məşğul olsun. Nə bizim problemimizə qarışır ki? Ailənin nə sirrin var sənin Ayşadın yanında? Vallahi mənim ümumiyyətcə bu həyatda sirrim yoxdur. Hə də bütün günü Hər şey TikTokdasan. açıq-aşkar ortadadır. Sosialda olan insanım illərdir. Ayşət, git otur uşağı da xəstələndirir. Dünənlər o mənə Git dedi, otur sən uşağıma haqqında bax. sir bilirəm, Sənin mən də telefonda onunla- nə işin var? TikTokda Mən bütün nə günü işin var? telefonda gəzmirəm. Bu ailənin Mən canlısında telefonlarda nə gəzərəm, işin var göz sənin? önündə. Mən övladıma Bax, da mən baxıram. dünənlərim axşam evimdə bilirsiniz ki, öz evimi təhvil vermişəm, qohumum gildə Bəli. qalıram.
Canlı açmışam. Baxır orada görsənir də kim baxır canlıya. Bağlayana kimi görürəm gecədir Ayşət canlıdan çıxmır. Bu uşaqda Yalan kim baxır? danışırsan, mən sübut eləyə bilərsən mən idim. Hə, bəs mən sübut dünənlərim elədim. o smiley sən var O o qədər səhifə, smiley onun var, 111 tək mənim səhifəsi deyil. sənin səhifəndir də. Səhifədə Girdim çox baxdım da səhifə hə var. sənin Bəlkə videolarındır. mənim adımdan istifadə edib. Hüseyn yoldaşımın belə səhifəsi var. Onun 111 səhifəsi, amma düzünü de. Səhifədən çox səhifə var. Düzünü de. Bunu mən elə şeylərə qarışmaq istəmirəm. Al, otur aşağı. Bax indi Deyir ki, günah mənim xəbərim məndədir. yoxdur. Bax indi deyəcək, bax söz söhbətə xoşunam, fikir versiniz. Deyir mənim xəbərim yoxdur. Bu İsmail göndərir ki, cəmaata ki, yox sən də öldün mən idim. Mən elə başa düşdüm. Dedi mən deyildim, deməli sən götürmüsən. Mən birdən vallahi Yox, Hüseyn elə başa düşülür də, sən deyən kimi elə başa düşülür. Bax belə başa düşülür. Elə mən sənə deyirəm ki, mənim bu Kimin Azərbaycanda ağıllı sirrim olandır, yoxdur. bu söhbəti. Nəyi bilirsən, mən icazə verirəm, aç danış. Özün yaxşı İstəyirsən mən də danışım. Dünən Mən fərq dediyim. eləmir. Mənə də fərq eləmir. Nəyi Olsun, danışsın? Rica deyəcəm sizə. Sirridir ya, olay ikisinin. Aa, Mənim sirrimi Aylin kimlə bilə bilməz. Bax mən bir dənə sirrim. Bəli, sözüm bizim var. sirrimizi Mən özümüz bilərik. Belə gizlin içim yoxdur. Bir sirrim var. Onu da bir Xoşgədəm xanım bilir. Bir Allah bilir. Bir Ayşət mən bilir. Bəs salam. Yox, yadından çıxıb sənin. Yox, Nə yadımdan? Yadımızdan Əgər çıxıb ki. sən bilirsən o Yox, sirri. elə bir heç sir qalmasın deyil. içində. Vallahi Əslində dinlə. sir də deyil, əslində elə Denə, sir də denə, deyil. denə. Onsuz da ucu paylaşılıbdır. nədir də o? Mən nətər yəni paylaşıb. Mən Ayşatla Hüseyn haqqında olsa mən bilərəm. Aylin, mənə de ki, mən də bilim də. Nədir? Bəlkə Ayşə də özü danışır da, Ayşənin səs yazısıdır. Mənim səs yazım harda? Mənim səsim ola bilməz. Yox, o sir deyil Xoşgədəm xanım. Baxın, o kimlərinizə qurması idi. Bax mən icazə versiniz Xoşgədəm xanım. Çox xahiş edirəm sizdən. Bu Aylin, milyonlar- sən gəl mənə denə. Yox, qoy bir dəqiqə hələ görüm Aylin nədir. Mənlə təkbətək danış. Mən bilim, bəli. Mənim yanıma gəl. Gəl yanıma. Gəl yanıma. Gəl Aylin, gəl. Bilmirəm. Yox, mən bilmirəm. Sən bəlkə Aylin elə şey deyəcək, mən ilk dəfə eşidəcəm. Ay Allah. Ay Ayşə, sən bilirsən nədir? Sən bəs deyirsən ki, Mənim Aylinin üçün sirri var. Mənə şər atırsan. Mən bütün resmi Mən Bir Atıram də sənə mən şər, sən qulağıma kimsən deyə ki, mən Aylin, sənə xahiş şər edirəm. atım? Səsi Ağzını alın da danışmıram. Şahin. Belə şeylər lazım deyil Aylin. Sir lazımdır. Yo Hüseyn, xahiş Mənim edirəm. niyə adımı çıxardırsan bağlı onunla? deyəcəm Xoşgədəm xanım. Yo heç üstü Sənin bağlı adını da ondan demə. çıxaran yoxdur. Yəni kim- Sadəcə yox mən deyirəm ki, ailəmiz ona Deyil, baxır. belə- Bir tək bu. Lap elə nə olmuş belə də ki. Amma Aylin, sənə bir şey deyim, o səni səsi atan qadın var ha. Onlara da ayıb olsun yəni. Əlbəttə ki, ayıb olsun. Bu ailəni Ayşədə də dağıtmaq ayıb üçün olsun ki, əllərindən bayaqlar gələni efir eləyirlər. başlamamışda Yəni, qabaq olmaz. yaxınlaşdım ona dedim ki, belə şeylər eləmə, mənə problem yoxsa. Mən bura aliment üçün gəlmişəm. Sən Hüseyni gedib gəlib mənim adımın yanına qoyursan. Xeyr, mən Canlısı- sənin adını yanına qoymuram, ağzımın danışım. Sadəcə yox deyirəm ki, hər kəs öz işi ilə məşğul olsa daha gözəl olar. Canlısına baxmışam, bəli baxmışam. Sən niyə bizlə Canlısına nə qədər işğal adam edirsən, baxır? məsxərəyə Kim qoyursan? uzağa Biz bir baxırdı? cütlüyük. Onların içində mən də Sənin gedib də baxmışam övladın da, var, nə bizim olar də ki? övladımız var. Sən qız övladı böyüsən, biz oğlan övladı böyürük. Nə fərqi var, qız oğlan, əsas Fərqi yoxdur, övladdır. əlbəttə ki, Sən fərqi şapşaq yoxdur. danışırsan. Ayşə. Kamil sözümü deyim. Aylin deyir ki, sən çox haqlı da irad bildirir ki, Hüseynlə mənim adımı hallandırma. Xeyr, mən Dünən onun adını hallandırdın. hallandırmam. Sadəcə yox İmkan deyirəm ki, öz fikrimi işlərlə deyim. məşğul olsun. Sən orada iş yerindəki qızın da adını yaxşı ki bilmədin.
Yoxsa onu da hallandırardın. Xeyr, mən Sən sadəcə ailənin- olaraq nə edirəm? sən Ailəm Hüseynin qorumağa çalışıram. yanında- İstəmirəm ki, ailəmdə Olmaz da problem pis deyil. fikirlər, Biz düzgün olmayan ailəyik. fikirlər İstəmirəm yaranır. ki, ailəmdə Bil- problem olsun. Ayşə, Aylin sən ərvi neynir? sən Ay görürsən Ayşə, ki, Ayşə. sən atdığın addımla, Aa. sən görürsən ki, birinci addım attın, Hüseynlə aranda problem oldu. Bu qısqanclıq məsələsinə görə. Su içməyə gedə bilmirəm, Xoşqədəm xanım. Liftə minə bilmirəm. Valla Yəni problem. Ay xanım bir dayan da. Ya bunlara imkan vermirlər danışmağa. TikTokda Və sən döyülsünüz siz. ikinci səfər eyni addım atırsan və deyirsən ki, mən ailəmi qorumağa çalışıram. Yəni sənin atdığın bu addımdan əksinə sən ailəni dağıdırsan, Bəli. ailəni qorumursan. Bax buna bax. Xeyr, belə Bircə elərsiniz, dəqiqə o bizi görüntüləri görmək verin. lazımdır, Şair Görüntüləri abla. ver Sabahcığım Şahin bir problemlər dəqiqə. olmasın. Ayşat, Bəli. bu görüntülərə bax. Səssiz qoyun getsin efirə. Səssiz bir. Bax, Aylin orada Yazıq orada Hüseyin. nə dedin ki, Hüseyn o vəziyyətə düşdü? Mən də su istədim də. Dedim ki, mənə də Dayandı su yanımda. ver. Mən də gülmək tutdum ki, ay Allah, bu mənim gülmə bax. Dedim ki, mənə də su ver. Xoşqədəm xanım, siz necə Ay oldu? Xoşqədəm xanım, yoldaşımdan su istəyə bilmərəm. İstəyər. Yox, su istəmədin sən, bir dəqiqə. Hə, nə Mən yanımda xanım oturmuşdu. Dedim ki, bəs gedir sizə mənə suda su gətirərsiniz. İşçiləriniz dedi ki, olmaz da studiyada su içmək, düşüb getməlisən. Mən düşdüm, getdim. Dalınca da 2-3 nəfər xanım getdi, bir də Hüseyn getdi. Mən su süzəndə bir də belə başımı qaldırdım ki, Ayşət başımın üstə tikilib. Ağzımın danışımı tikilib eləmə, yaxşı? Sən özünə mənə səhv salma dedim. Dedim Yenə də başımın sənə. üstə dayanmışam. Sən özünsən orada burada tikilən, mən deyil, yaxşı? Yoldaşım bilirsiniz hara ki, gedir? bir dənə üzr Ondan istəyirəm, dayan. əlavə, Siz yoldaşım bilirsiniz ki, keçən bir dəfə dəqiqə, düşüb. bir dəqiqə də. Sən bilirsən ki, bunu bu yoldaşını qısqanır sənə, düzdür? 2 dəqiqədə bir bunun yanında nə bitirsən? Ay, Mən onun yanında bitməmişəm. Mən Nə su içməyə bitməmisən, hara gedirsən, getmişəm. onun yanındasın, Ay uzaq dur gözəl da. insan, mənim öz Hə. qurban olum Respublikada bəyəm Bu qıtlıq insan bax bu yaranır. yoldaşı qısqanır da. Yo, Su yo, içə yo. bilmərəm, liftə Bu minərəm, Ayşənin əli daha su nə içirəm olsun? problem. Yo, Zülfə xanım, su Mənim içə bilər. gəlmək mövzum ayrıdır, axı bunların mövzusu deyil. Bu xasiyyətdədir də, bu evlidir. Baxırsan ki, Xasiyyətini problemlidir də. dəyişməlidir. Uzaq dur da, uzaq gəz də. Dəyişməlidir Xasiyyətinə görə xasiyyətini. özünü necə deyim, Ayşənin xasiyyətinə görə tənzimləməyə deyilik biz. Yox, xasiyyətinə Heç görə yox. Faktiki, O Ayşə burada özü görür bilər, ki, əri bilər. at çəkərək deyir ki, mən bu xanıma yoldaşımı qısqanıram. Düzdür? Xanım da nə etməlidir? Özünü qorumalıdır da. Ayşə, sən Mən mənə özümü qorumalıyam. Ayşə də özünə güvən problemi var. Ayşə Sən necə deyir? Mən özümə də güvənirəm, yoldaşıma da güvənirəm. Sadəcə sən Yoldaşıma işlərinə güvənsənsə məni güvənmirəm. qatma. Ay xanım, mən sənə güvənmirəm də. Sonra Ayşə, sən bir dəqiqə mənə məsləhət ver görüm. Biz neyniyək ki, burada səni biz nətər eləyək? Hüseyni belə qutunun içində Ay, gətirək, qutunun Xoşqədəm içindən xanım, çıxardaq, bilirsiniz qutunun necədir? içinə Ya, qoyaq. bu Keçən mən dəfə belə aşağı eləməklə bu düşdü. məni hörmətsiz eləyir. Ay Xoşqədəm Ay Xoşqədəm xanım, keçən dəfə aşağı düşübdü də. Yalvarıram, bir verin işi bizə ilə 50 bağlı. mənimə. Onu verin. Sonra da bu da Keçsin düşüb müalicə aşağı. alsın. Mənə dedilər ki, Ayşət, get yoldaşını çağır. Reklam veriliş arasıdır, başlayır. aşağı Veriliş düşmüşük. başlayır. Telefonumun Yaxşı, dalınca başqa- getmişəm. Yəni Ümumiyyətlə, burada- Ayşə, Bir dəqiqə Ramal, bir dəqiqə. Burada oturan adamlar indi Hüseynə yaxın gəlməyin. Ayşə icazə verin. Xeyr, mən elə mənada deməmişəm. Bəs Sən- nə bilirsiniz mənada necədir? deyirsən? İnsanın O da rəftarına problem üçün baxırsan, gəlib, onlar da sözünü problem üçün fikrini gəlib. Bu nə bildirirsən. deməkdir? Ay, Ayşə? Xoşqədəm Tək sən xanım, deyilsən, münasibətə sən elə baxırsan, bilirsən ki, bir dənə sənin münasibətə problemin baxırsan, var. rəftara baxırsan, o tərzdə Ay hərəkət nə edirsən. münasibət eləyir ki? Ay, Sən vallahi niyə heç yox qarışırsan? ya. Sən niyə onu müdafiə edirsən ki? Haqsız danışırsan ona görə. Müdafiə eləyir Ayşət, özünü müdafiə Sən məni müdafiə pis duruma eləsin, salırsan. Mən heç başqasını eləməyə, deyil. eləməyə. Sən cəmaatı ismarcör gedirsən. Güya ki mən bu pis işləri məşğulam. Pis Mən sənə yolun dedim, pis yolçusuyam mən. işlərlə məşğul O, olmusan. Belə çıxır da. Xeyr, elə çıxmır. Qoca arvad gəlir amma 45-50 yaşı var arvadın. Bu niyə gəzir yanında? Mən 50 yaş, ana Mən nə yaşında vaxt mən demişəm neynəyəcəm? elə bir şey? Mən nə vaxt Hər demişəm şey elə bir söhbət şey? yaradır, hər şey problem yaradır. Ay, eşidirsən mən nə sən elə bir söz deməmişəm. Ay Yalandan qurbanım, baş buradan- dönüm. Ay yaşa, O sözü bu danışma. nə ola? Bunu göndər anası yanına, getsin bir ay qalsın anası Niyə yanına. gedirəm ki? Niyə tək qoymalıyam? Ay infakt səni? eləmək istə bala məni. Sən sənə adam infakt Çıx edirsən. gel, onun yanında qaldı bir ay. Getmirəm, getməndə fikrim yox. Ay, Sən tək qoymalıyam. Ayşə, gəl vallah mən də ondan razıyam. Səni bir ay göndərək, lazımdır orada da kömək eləyim sizə. Şərait zat. Xeyr, xoş gələn. aydan Mən sonra getmək gələrsən. istəmirəm. Mən yoldaşımın, ailəmin yanında olmaq istəyirəm. İstəyirəm ki, ailəm Ailən sağ olmur olsun. da Ha, mən sən əsəblərim pozulub, ay bala, Sən əsəbim də pozulub, mənim başım ağrıyır əsəblərimi məni. pozmaq istəyirsən. Ailə olmaz. Benim meyil Şəxslərlə qısqanırım. dediyin Mən sözlər. üzr istəyirəm. Yəni Ayşə, məni eşit. Sən bunu itirirsən ha, ailəni itirirsən sən. Mən navrot ailəmi qorumağa çalışıram. İstəmirəm ki, Sən ailəmdə bu problem şəkildə olsun. ailə qorumaq olmur qızım. Bu ailəni dağıtmaqdır. Sən yazıqsan, uşağın var, balan var. Sən yazıq deyilsən, Sizlər gedib yaşayacaqsınız. Körpələr yazıqdır, atasız, anasız qalır. Yoxsa siz yazıq deyilsiniz.
Siz öz həyatınızı yaşayacaqsınız. Səndən getmir söhbət. Ayrılacaqsan, gedib başqa bir Hüseynlə ailə quracaqsan. Mənim ailə qurmaq O fikrim gedəcək, yoxdur. amma o körpələr Xoşqədəm uşaq xanım, evlərində, mən istəmirəm ki, ailədə çöllərdə, problem əmi olsun. dayı küncündə döyülərək, nə bilim, minnətlə çörək verilərək yaşayacaqdır. Minnətlə ki, sən anan yoxdur, atan yoxdur bu şəkildə. Əl çəkin bu uşaqlar ailəli böyüsün də. Nə istəyirsiniz? Niyə uşaqları dünyaya gətirib bu vəziyyətə salırsınız? Niyə onların həyatını məhv eləyirsiniz? Niyə cəmiyyətə sevgisiz, uşaqlar sevgisiz vətəndaş böyüməsi üçün şərait yaradırsınız? Çıx get ananın yanına, səndən ayrılmır ki. Xeyr, Bir mən aydan sonra getmirəm, gələrsən getməkdə də. fikrim yoxdur, xoş qədəm Aa, xanım. qısa Sadəcə bir ara istəyirəm verək. ki, ailəmin yanında olum.